Allah artıq sevimli bəndəsi Yusufun zindandan çıxmasını istəyirdi. Odur ki, Allahın istəyi ilə bir gecə Misir padşahı qəribə yuxu gördü. Gördü ki, çay kənarında dincələrkən birdən 7 arıq inək gəldi. Onların ardınca isə 7 kök inək gəldi. Sonra 7 arıq inək 7 kök inəyi yedi. Padşah həm də yuxusunda 7 yaşıl və 7 quru sümbül gördü. Yuxudan oyanar-oyanmaz sarayındakı biliciləri və yuxu yozanları bir yerə topladı. Gördüyü bu qəribə yuxunu onlara danışdı. Amma sarayın biliciləri ona: Yatan insan yuxuda bir şey görür. Bu çox qarışıq bir yuxudur. Biz yoza bilmərik, dedilər. Bu məqamda padşahın zindandan azad olan xidmətçisi dərhal Yusufu xatırladı. Ağasından danışmaq üçün söz istədi və dedi: Mən sizin yuxunuzu yoza biləcək bir nəfər tanıyıram. İcazə verin gedib yuxunuzu zindandakı dostum Yusufa danışım. Padşah xidmətçinin təklifini qəbul edib ona icazə verdi. Xidmətçi birbaşa Yusufun yanına gedib padşahın yuxusunu ona danışdı. Yusuf peyğəmbər padşahın yuxusunu belə yozdu. 7 il əkinlərinizdə bolluq, sonra isə 7 il bunun əksi qıtlıq və quraqlıq olacaqdır. İlk 7 ili çox çalışıb əkinlərinizi becərin və biçin. Ehtiyacınız olan qədər götürüb, qalanını ambarda sümbül kimi saxlayın. Xidmətçi yuxunun yozumunu ağasına danışdı. Deyilənlər padşahın xoşuna gəldi və Yusuf peyğəmbərin zindandan çıxarılmasını əmr etdi. Padşahın elçisi Yusuf peyğəmbərin yanına gələrək xəbəri ona çatdırdı. Yusuf peyğəmbər qaranlıq zindanın hər bir əzabına dözmüş, təmiz adını qorumuşdu. İndi o şaha və cəmaata heç bir günahı olmadığını sübut etməli idi. Ona görə də dərhal azadlığa çıxmağa can atmadı. Şaha xəbər göndərib dedi: Padşah öz vəzirinin evinə gələn qadınların nə üçün əllərini kəsdiklərini və mənim günahımın nə olduğunu öyrənməyincə mən zindandan çıxmayacağam. Yusuf peyğəmbərin istəyi ilə şah vəzirin xanımının qonağı olmuş bütün qadınları çağırdı. Yusufun sualının cavabını onlardan soruşduqda hamısı: Həqiqətdə Yusuf günahsızdır, dedilər. Sonra isə vəzirin xanımı olanları etiraf etdi. Mən Yusufa böhtan atdım. Onu mən yoldan çıxarmaq istədim.